Salam dostlar, bugünkü dərsimiz bizim keçən dəfəki dərsin davamı olacaq. Yəni SQL Stable-da SQL dilinin tətbiq olunması və keçən dərsimizdə yadınızdadırsa biz switchləri əlavə elədik. Burada deməli in1, in2, in3, out1, out2, out3 və bizdə qalmışdı nə? Bizdə deməli keçən dərsdən biz inləri əlavə eləməmişdik və outları bizim değer 1 blok 5 blokuna burada deməli conditionlar var. Gəlin əlavə eləyək. Sonra yoxlayarıq bunlarda. İstədiyimdə. Deməli, buradan bıraq in 1 2 3 Əslində bizim matrixə də baxa bilərik bunlara, amma yenə də əlavə eləyək. Alt 1 alt 2 alt 3 və burada dostlar bir dənə məsələ qaldı bizdə. Biz indi bizim matrixalar əlavə eləmişdik, səhv etmirəmsə matrixləri böyüdək. Bəli, bunları əlavə eləmişdik, conditionlardır, actionlardır və burada heç bir işimiz qalmadı. Gəlin bizim əsas məsələni də əlavə edək. Burada deməli nə idi bizdə? Edit CFC. Burada nə edəcəyik dostlar? Burada birinci gəlin steplərdə dəyişiklik edəcəyik. Burada mən artıq seçmişəm, siz də istəyirsiniz dəyişin. Burada sizdə Sibul olacaq. Sibulun əvəzinə seçərsiniz Stable-ı və burada seçərsiniz Tag Name. Burada isə adını yazarsınız Matrix 1. Top düyməsini basırsınız və Action 2-də də eyni cürdür. Yenə burada Sibul olacaq. Burada seçərsiniz Stable, Tag Name, Matrix 2. Top düyməsini basırıq və keçirik əsas məsələ. Əsas məsələ bizdə step 1-dir. Burada heç nə dəyişmirik. Sadəcə keçirik edit step. Yəni bu pozun sizlə bir yerdə yazın. Tak. Hamısı silirik və burada nə yazırıq? Yazırıq deməli int 1 nöqtə pivot bərabərdir 0. So int 2 nöqtə pivot bərabərdir 0. Int 3 nöqtə pivot bərabərdir 0. Out 1 nöqtə pivot bərabərdir 0. Out 2 nöqtə pivot bərabərdir 0. Out 3 nöqtə pivot bərabərdir 0. Və burada da dostlar yenə əlavə edirik. Bizim int 1, int 2, int 3. Bu yazıcıdadırsa qlobal bloklardır. Hansı ki biz istənilən yerdən görə bilirik. Out 1, out 2, out 3. Bəli. Bir dəqiqə bizdə int idi, yoxsa in idi. Dostlar böyle switchler yok. İnildi. İnt yazılan bir yerden. Switchlerde de in yazmış olabilir. Switchlere bir bakalım. Ben bunları yazmışım. Switchlere bakacağız. In 3 in 1 in 2 in 3
Tak, və bağlayırıq bu bloku. Yes. Və gələk bizim deməli yox, function bloklayıq biz. Və bunu da sil verək. Problemimiz var, problemimiz var dostlar. Out key is not defined. Deməli bunun adı out key olmalı. Hop. Və yenidən bir dənə də var. Yox. Bunun oradası. Out key is not global function block out is not used. Bir dəqiqə dostlar, çox güman ki bizim problemimiz var. With details. G. Out key. To have yardımız var stop. Yes. Bunu save edeyim. Bəli dostlar, artıq heç bir problemimiz yoxdur. Save elədik, save normal keçdi və indi keçəcəyik simulyasiyaya. Simulyasiya aslında istəyəm saxlayam bundan sonraki dərslər, çünki orada da bəzi izahlar olacaq, istəməm dərs uzansın, yox bu. Siz istəsəniz artıq özünüz simulyasiya edib test edə bilərsiniz. İstər condition üzərindən, istər də blok üzərindən yoxlaya bilərsiniz ki, nətər işləyəcəksiniz bloklar və nətər işləyəcək, yoxsa yox. Məncə işləyəcək, bəzi problemlər olmasa, hansını ki, indidən şübhələnirəm ki, bəzi conditionlar da ola bilsin ki, problemimiz olsun. Amma conditionlar biz düzəl vurmamışıq, yəni condition 1, condition 2 öz yerində qalır və step addım getməlidir. Yenə də sizə də uğurlar, uşaqlara görə özünüz test eləsəz, eləməsəz, sabahki dərsimizdə bir yeri test edəcəyik. Çox sağ olun, təşəkkür edirəm.